Yəqin ki, sən də bu hallarla üzləşmirsən. İnsan qarşısına məqsəd qoyur və başlayır aktiv olmağa, fəal olmağa, produktiv olmağa və həyat da sənə gülümsəyir, deyir, nə edirsən? Sən dünənə kimi divanda oturub, axşama qədər kola içib, çips yeyib, türk seriallarına baxan insan deyil idin və sənə gülümsəyir. Və sən də buna əhəmiyyət göstərməyib, yenə də başlayırsan hərəkət eləməyə. Bu yandan isə problemlər gəlir ki, xoş gəlmisən əziz insan. Sən deyil idin dünənə kimi boş-boş ayçılarda oturub, TikTokda Reelslara, Shortslara baxıb, qızlara like qoyan. Nə oldu bəs indi sənə? İndi aktivləşmirsən, qarşına məqsəd qoymusan, produktiv olmağa çalışırsan, sənə başlayır gülümsəməyə. Əgər insan başa düşüb dərk eləsə ki, bu hadisələr hamı qarşısına çıxır, yəni başına gəlir. Hamı üzləşir bu hadisələrlə, bu problemlərlə. Və çalışmaq lazımdır ki, maksimal dərəcədə belə bir çətinliklərlə üzləşəndə məqsəd yönlü olmaq lazımdır. Sən çətinliklərlə üzləşəcəksən. Problemlər də olacaq, sənə güləcəklər, lağ eləyəcəklər, deyəcəklər, sənin başın xarabdır, dəli olmusansa, sən nə etmək istəyirsən ümumiyyətlə? Sən əgər bu insanlara əhəmiyyət versən, ürəyinə yaxın götürsən bu sözləri ki, düz deyirlər də, mən dönənə kimi çayçılarda oturub dəmli oynayan insan edim. Mən nə oldu bir gün ərzində mən dəyişməyə çalışıram. Və sən başa düşməsən ki, bu sadəcə olaraq bir sınaqdır. Sən sınanırsan həyat tərəfindən. Sən layiqsənmi məqsədinə? Sən layiqsənmi hədəfinə? Yoxsa yox? Sən güc gələ biləcəksənmi öz hədəfinə? Sən məqsəd yönlü insansanmı? Yoxsa yox? Sadəcə olaraq bu çətinliklərin, problemlərin əhəmiyyəti budur. Əgər sən inansan və pes etsən, dayansan, hərəkət eləməsən, məqsəd yönlü olmasan, əlbəttə ki, sənin üzləşdiyin problemlər və çətinliklər haqlı olacaqlar sən barədə. Çalış, dayanma. Həmişə məqsəd yönlü ol, produktiv ol, aktiv ol, fəal ol. Dayanmayan insan Allahın izni ilə, əgər sənin məqsədin xeyirdirsə, sən öz məqsədinə çatacaqsan. Sadəcə olaraq sistem halında lazımlı işləri və lazımlı vaxtı, lazımlı qədər, lazımlı formatda, dürüst ədalətli ilə və inancla görmək lazımdır. Vəssalam. Onda isə bütün sənə gülən insanlar sadəcə olaraq əgər ağıllı və məntiqli insandırlarsa, sənin yerinə sevinəcəklər, deyəcəklər ki, halal olsun filan kəsə. Əgər xəbis və xain insandırlarsa, ya söz ilə öz xəbisliklərin və xainlərin büruzə verəcəklər və ya içlərində sənə qarşı həmişə kin və kudurət olacaq. Bəs sən nə düşünürsən bu barədə? Öz şəxsi fikirlərindən şərh bölməndə bölüş.